Salam dostlarım, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Mən də çox şükür yaxşıyam. Üstünüzə sağlıq, xəstələnmişdim, yəni qulaq ağrım var idi, amma çox şükür keçdi. Deyirəm, insan ağrıyanda canının qədrini bilir və sağlamlığın nə qədər dəyərli olduğunu bilir və onda anlayırsan ki, sənə verilən bu bədən, bu can, sağlamlıq bir gün əlindən gedə bilər. Bu sənə bir Allahın lütfudur, mükafatıdır və insan xəstələnəndə bilir ki, sağlamlıq necə bir şeymiş. Sadəcə bir qulağım xəstələndi, yəni bədənin bir balaca hissəsi kimi baxırıq qulağımıza, amma bu qulaq ağrısı bütün bədənə təsir eləyir, bütün günümüzə təsir eləyir və hətta adamın iştahdan belə kəsilməsinə təsir eləyir, səbəb olur belə deyim. Allahın verdiyi bu gözəl əmanətə, cana, bədənə çox gözəl baxmalıyıq. Mən də ümid edirəm ki, indən sonra öz qulağıma daha gözəl baxa bilərəm. İnsan ağrıdığı zaman, xəstələndiyi zaman öz sağlamlığının qədrini bilir həqiqətən də. Allah bütün insanlara şifa versin. Bilirəm ki, hər xəstəxananın hər otağında belə şəfa gözləyən insanlar var, ağrı acı çəkən insanlar var. Allah onlara qalıcı şəfa versin, ağrı acılarını dindirsin. Fikirləşdim ki, mən qulaq ağrısından belə əziyyət çəkirəmsə, o anda o ağlıma gəldi həqiqətən də. Xərçəng xəstələri nə əziyyətlər çəkir. Rabbim onlara acil şifalar versin inşallah. Xərçəng xəstələri var. Ondan sonra belə böyrək çatışmazlığından əziyyət çəkənlər var. Ondan sonra başqa xəstəliklərdən, ağır xəstəliklərdən əziyyət çəkənlər var. Allah onlara yardımcı olsun, ağrı acısını dindirsin. İnşallah ki, hər şey yaxşı olar. Xəstəliksiz, sülh, əmin-amanlıq içində olan bir dünyada yaşayarıq. Rabbim hər kəsin yardımcısı olsun. Bir hardasa 3-4 gün belə qəşəng ağrı çəkəndən sonra düzəldim, sağaldım və belə gözəl enerji gəldi, bol enerji gəldi. Həm də idmandan sonra çox enerji hiss edirəm özümdə. Dedim video çəkim, nə zamandan da çəkmirdim. Gəldim market alışverişini eləməyə. Burada sizə dəfnə yarpağını göstərirəm ki, görün bax balaca şey nə qədər, neçə dollaradır. Yaxşı ki, anam mənə göndərmişdi. Elə xeyli də var dəfnə yarpağı. Buradakı ədviyyatlar biraz bahadır. Burada 18-33'e görürsünüz zəfərandır. Zəfəran onsuz ki, hər yerdə bahadır. Burada da bahaydı. Dəfnə yarpağı o balaca bir banka 4 dollar nə qədər idi. Zəfəran da balaca bir şey 18 dollar nə qədər idi. Bilirəm, zəfəran bütün dünyada dəyərlidir, qiymətlidir. Azərbaycanda bilmirəm qiymətin nə qədərdir, amma məncə orada da bahadır. Belə, mən baharatları belə deyim də, uyğun olanları onsuz ki alıram. Ədviyyatları Aldidə daha uyğun olur qiymətləri. Belə artıq bundan sonrasını özünüz görəcəksiniz ki, nə alıram. Qısa tutmağa çalışmışam buranı ki, çox da sıxılmayasınız. Burada da yeri gəlmişkən sizə nəyi göstərməyə çalışıram. Uşaqlığınız yadınıza düşər. O vaxtda rəngli belə şeylər var idi. Qonaqlarım gəlir deyə bəzi əksikliklərim var idi, onları alıram.
Burada gördüğünüz kimi ərzaqları özümüz vura bilirik. Yəni satıcı gözləmədən, hətta tərəziyə belə ehtiyac yoxdur, orada özü çəkə bilir. Amma səhv etmirəmsə Azərbaycanda da artıq tətbiq olunur hansısa marketdə. Instagramda qabağıma çıxmışdı deyəsən. Yəni özümüzə qulluq etmək çox yaxşıdır. Belə bu şəkildə yəni ərzaqlarımızı vurub gedə bilirik. Çox da növbə gözləmədən. Ananas çox ucuzdur burada. 2 dollar nə qədər idi ananasın qiyməti. Ben sizə göstərmişdim. Əslində biraz qiymətlərini ekranda görsənir. İndi isə Walmartdan çıxdım, gedirəm Şam müəllimi götürməyə. Şam müəllim gəldi. Selamünaleyküm. Necəsən? Sağ ol. Mən də bugün video açdım. Akşam. Bir ilham geldi. Walmart'a gitmiştim, dedim bir video açayım. Xəstəlikdən sonra dirçəldim, ona görə bir xeyli vaxtdır video çəkmirəm. Karanlık değil mi? Yox, normaldır. Gittik. Mən də kəməri bağlayayım. Getdik. Taksi filmi. Növbəti gündən sizə salam olsun. Sizi belə kirli aynayla qarşılayıram, üzürlü sayın. Burada bir təmizləyim. Sonra soyuducunun təmizliyinə keçəcəyik. Bu o kadar incedir ki. Adam qorxur ki birdən qırılar. Kulak ağrısından sonra çok şükür mənə bir qəşəng full enerji gəlib. Həm də idman eləyəndən sonra idmanın da çox faydasını görürəm. Adama daha çox enerji gəlir. Dərslərim də, əsas dərslərim qutarıb, rəsmi dərslərim. Ona görə daha çox vaxtım var. Bir gün də dostlarım var. Qonaqlarımı çağırmışam, dostlarımı çağırmışam. Sizdən bir vlog paylaşmışdım. Bosniyalı dostumdan gəlin hədiyyələr deyə.
Türkiye'ye yaşamaya gitmişdi. Bir ara öz ülkesine de gitmişdi. Şimdi qonaq gəlib Amerikaya. Onu, Peggy'ni, digər Azərbaycan dostlarımı dəvət eləmişəm. Dedim gəlsinlər, beraber yemək yiyək, qismət olanlar. İndi yeməkləri, yemək pişirməni bilməm, göstərərəm ya yox. Çox uzun video olmağını istəmirəm. Əsas olaraq soyuducu təmizliyi ilə bugün. Dedim motivasiya olsun. Soyuducu təmizliyini sizinlə bölüşəcəm dostlar. Çünki ne zamandan soyuducu təmizlərim də özünüz görəcəksiniz nə gündə soyuducu. Belə oldu gül kimi. Burada da mən. Deməli dostlar, bugün sizinlə birlikdə soyuducu təmizliyi eləyəcəyik. İndi mən açacağım qapını, amma qorxmayın. Nə zamandan planlayıram ki, soyuducunu təmizləyim və sizinlə paylaşım. Və həm sizə motivasiya olsun, həm də çəkərkən mənə motivasiya olsun. Belə olanda daha maraqlı olur. Mən YouTube açandan sonra bəzi şeyləri belə deyirəm də, erteləyirəm ki, sizinlə bərabər eləyim. Soyuducunu istədim ki, sizinlə bərabər eləyim. Belə daha maraqlı olur, həm özümə əyləncəli olur, həm sizə də inanıram ki, motivasiya olacaq. Deyim ki, çox orqanizerlərim yoxdur. Nə varsa ondan istifadə edəcəm. Çünki mən istəyirəm orqanizerlər, amma mən topluyum, eləyim, sonra biz köçəcəyik. Yəni bunları yerbəyer eləmək də var. Biz bilmirik, uzağa köçəcəyik, yaxına köçəcəyik. Ən azından yaxına köçəndə bəzi universitetlər sənə trak ayarlayır. Yəni pul ödəniş eləyir. Trakla gedə bilirsən, daşıya bilirsən. Amma uzaq universitetə, uzaq state'ə getsək, yəni ştata getsək, biz sadəcə bir dənə maşınla xırda-xuru şeylər aparmaq olacaq. Yəni ona görə ehtiyac yoxdur çox şey almağa. Belə, nə varsa ondan idarə edəcəyik. İndi birinci çıxaraq buradakı şeyləri. Bilirəm, mənim ilk videolarımdan biri, ilk videom soyuducu təmizliyidir. Mənim belə deyim də, Evdədəyim video, soyuducu təmizliyi videosu da o birisi evdəydi. Amma ki o ilk dəfə izləyənə burada çok da yox idi, biraz ev qaranlıq idi. Ev yoxsa bir də fərqli olsun. Bunları hələ ki çıxaraq ki daha rahat olsun. Mənim üçün çox kirlənib, içi də nə zamandan təmizləmirəm. Ha təmizləmək istəyirəm, özüm saxlayam ki, yox, video çəkeyim, sonra videoda təmizləyim. Söndürdüm. Unutmuştum söndürmeyi bak. Bunu Azerbaycan'dan getirmiştim. Bunları Azerbaycan'dan getirmiştim.
Ondan sonra keçmişdi. Bunu kurmam lazım. Böyle dostlar, soyuducunun içini böyle yakınlaştırdım. Gördüğünüz gibi bu şekilde oldu. Yani banka çok, ondan sonra meyve şiresi çok, alınıza gerek. Bu kadar meyve şiresi hardandı, niyedir? Bunlar şeker olmayan meyve şirelerdi. Sağ olsunlar bizim dostlarımız, Azerbaycan dostlarımız, onlar veribler. Ondan sonra burada bu tipli meyve şireleri var. Biz bir ara diyete girmiştik diyene. Yani
şeker olanları içmemiştik. O şekilde kalıp sonra tezden şeker olmayanları da aldık. Üst üste yığılınca böyle meyve şireler çok olmuş oldu. Sonra böyle bankalar gördüğünüz gibi çoktur. Bakın gördüğünüz gibi burada da çoktur. Onları da açıklama gətirim ki bunlar da üniversitede şam müəllimə verilir. Belə deyim də tələbələrə ödənişsiz şəkildə verilir. Hər həftə tələbələr gedib orada olan siyahıya uyğun olan şeyləri gedib götürə bilirlər. Bunu da deyəsən oradan alıb fıstıq əzməsi, gördüyünüz kimi fıstıq əzməsi Azərbaycanda çox bahadır, amma burada biz pulsuz ala bilirik universitetdən, sağ olsunlar. Yəni bizi belə şeylərlə təmin edirlər. Belə oldu. Yəni bacardığım qədərilə elədim. Çox dağılmışdı. Qarpızdı, ananasdı. Ne kaldı çölde? Yemişti. Böyle şeyler çölde kaldı. Onları da sonra koyarım içine. Çünkü onları koysam böyle görüntü çok da tehlikeli olmaz dedim. Çekip paylaşıp sonra koyarım. Buranı da göstereyim. Belə dostlar, bugünlük məndən bu qədər. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Hələlik.